Salam əziz izləyicilər. Tim test toplusundan kodlaşdırma bölməsindən 34-cü sualın izahına baxaq. Rastr görüntünün çevrilməsi zamanı ümumi renk çaları 4096-dan 8-ə indirilmişdir. İnformasiya həcmi necə dəyişər? Birinci palitramızda renklərimiz 4096 və renk dərinliyimiz buradan 2/12 4096 edir və renk dərinliyimiz 12 bitdir. Sonra isə palitranı 8-ə dəyişdirmişlər. R2 bərabərdir 8-ə. Buradan da 8 2 üstü 3 deməkdir. I bərabərdir 3-ə. 12-dən 3-ə enmişsə, demək həcmimiz də 4 dəfə azalmışdır. 4 dəfə azalıb. Nəyə görə 4 dəfə azalıb? Çünki həcm renk dərinliyi ilə düz mütənasibdir. Renk dərinliyi artarsa, həcm artar. Renk dərinliyi azalarsa, həcm azalar.